Az önce attığım videonu gördünüz. Sesim orada daha iyi gelmiyordu. Arkadaşlar 10 like almıyor. 10 like alıyor. 16 like alıyor. Bu çocuğun like'ı yani 47 bin ya da 40 yok. 50-60 bin falandı. Olmaz da böyle. Yok biz ne gayrıq? O ne eləyir ki? Boş bir tane rəqs eləyir. Allah aşkına. Mən nə qayıram bəs? Mən nə qayıram? 2 saat bunun provasını eləyirəm. Məsələn üçün o tərs yüz eləmişəm. Tərsməcə inside out. Nədir? Nə? Mən bunu dəfələrcə çəkdim. Dəfələrcə. 15 dəfə, 16 dəfə çəkdim. Rollar pis çıxdı. Axırda baxdım rolum yaxşıdır. Yüklədim. Amma nə alıb cəmi bir dənə bəyəni. Bir bəyəni. O bir dənə biliyorum. Allah diye Allah'a ait şeyi. Cəmi cümle. Nə? 47 bin falan gözlüydüm. 2 milyon falan bəyəni falan gözlüydüm. Valla. Ama gələ cəmi cümle 13 bəyəni alıb. Allah'a yaraşar mı? Belə şey olar. Sizi əyləndirmək üçün mən gündəlik şeylər eləyirəm. Rəsmlər çəkirəm sizə. Görsədirəm. Olmaz axı belə. Yox, günah məndə deyil axı. Hər səbəb məndə deyil. Uşaq popular olmasına baxmıyız. Ayıbdır belə şey. Həqiqətən əgər uşaq izləyirsə, həmin o uşaq. Buradan ona deyirəm, izləməsə də cəhənnəmini izləsin, görə istəsin. Cizgi şeylər eləməsin. Birinci geçsin özünü adam eləsin, ondan sonra elə hərəkətlər eləsin. Adam böyle neden? O neydi be ayaklar attık? O ne manlıdı? O ne hareketlerdi? Hakikaten böyle şey yaraşmır ey uşaqlara. Mən sizə əyləndirmək üçün video atıram, şəkillər də çəkirəm. Uşağın hobisi bu olar. Ya rəqs eləməkdir belə, yallı falan. Ya da normal şeyler. Mən bunu qəbul eləmirəm, sağ olun.